hörmətli Prime TV-nin hörmətli izləyiciləri, xoş gördük. Bugün 20 noyabr həftənin ikinci günü efirdə yenə də mənəm, Şahin Nəcəfov. Xoş gördük və bugün müharibəmiz, Qarabağda gedən müharibə dayansa da savaşımız davam edir. Qarabağda işğaldan azad olmuş torpaqlarımızda quruculuq işlərinə artıq start verilib. Bildiyiniz kimi dünən ölkə rəhbərinin Ağdamda səfərdə oldu, çox önəmli mesajlar verdi. Onunla bərabər biz Qarabağın erməni vandalizmi tərəfindən dağıdılmış xarabalıqlarını növbəti dəfə seyr elədik ürək ağrısından ki, bunlar hamısı bir vandallıq aktıdır. Necə ki, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə, digər işğal olunmuş torpaqlarımızda bu cür vandallıq hadisəsi baş verib və qarşımızda böyük bir quruculuq işləri bizi gözləyir. Həmçinin bu axşam biz Kəlbəcərin işğaldan, erməni işğalçılarından azad olunmasını gözləyirik. Axşam saat 12-də Azərbaycana Kəlbəcər təhvil verilməlidir, dekabrın 1-i Laçın təhvil verilməlidir. İnşallah ermənilər bu dəfə cığallıq eləməz, hansı ki 10 gün müddət istəmişdilər. Həmçinin Qarabağda bu erməni vandallarının bastırdığı minalar nəticəsində hələ də bizim itkilərimiz var. Dünən korpus komandirinin müavini polkovnik Babək Səmitli Suqovuşan qəsəbəsi arasında minəyə düşərək şəhid olmuşdu. Bugün Göyçay rayonunda onun dəfn mərasimi idi. Allahdan şəhidimizə rəhmət diləyirik. Babək bəy xalqımızın çox böyük qəhrəman övladlarından biri idi. Bu Qarabağ müharibəsində Azərbaycanın müdafiəsi istiqamətində çox böyük zəhmətləri, əməyi olan bir qəhrəman qardaşımız idi. Allah ona rəhmət eləsin. Və görünür hələ biz bu cür ağrıları yaşamaqda davam edəcəyik. Necə ki, erməni kimi qonşusu olan xalqın təbii ki, belə bir problemlər yaşaması da təbiidir görünür. Bizim qismətimizdir. Bugün biz mövzumuz müharibənin yaratdığı iqtisadi və siyasi, indən sonraki yeni bir iqtisadi və siyasi nəticələr üzərində müzakirə edəcəyik. Bugünkü qonağımız Kanadada yaşayan bizim dostumuz, tanınmış ictimaiyyət nümayəndəsi, İqtisadi və Siyasi Təhlillər Mərkəzi rəhbəri Fikrət Şabanovdur. Fikrət bəy, xoş gəlirsiniz, xoş görüşdük. Hörmətli Şahin müəllim, dəvətiniz üçün sizə təşəkkür bildirirəm. Sizin mövzu ətrafında bir neçə də fikrimi istəyirəm paylaşam. Necə görünür qürbətdə ya xaricdən Azərbaycan və bu qələbəmiz necə göründü? 44 günlük müharibə necə görsəndi sizə? Birinci, hər dəfə sual verilir ki, cəmiyyətdə, Azərbaycanda, kənarda ki, Azərbaycan qalibdirmi? %100 bəli. Və Azərbaycan tək özünün milli məsələsini, yəni millət kimi oynaşmasını, millət kimi formalaşmasını, milli qürurunun bərpasını və ortaya qoymasından əlavə bu həm İslam aləmi üçün böyük bir tövhədir. Türk dünyası üçün böyük bir tövhədir və Azərbaycanın qələbəsi tək Azərbaycanın deyil və bir şey istəyirəm sizə deyim ki, Orta Asiyada yaşayan az saylı xalqlar, yəni yerli avtoxton xalqlar və saylı xalqlar hər biri sosial şəbəkədə çox ciddi şəkildə Azərbaycanı dəstəklədi. Kanadada, Amerikada yaşayan Türk dünyasının, İslam aləminin insanları hamısı Azərbaycanı dəstəklədi. Azərbaycanın qələbəsinə sevindi. Bu birinci ən mühüm, vacib məsələdir ki, biz hamımız hesab edirik ki, baxmayaraq ki, hamıda belə bir fikir oyanıb ki, qələbə tam deyil. Əksinə, bugünkü günə qədər qələbə tamdır. Yüksək nəticələr əldə eləmişik. O da yenə Azərbaycanın əskərinin, Azərbaycanın zabitinin hesabına, müharibədə şəhid olan bütün bizim vətəndaşlarımıza, rəhmətə gedənin hamısının Allah rəhmət eləsin deyirik. Qazilərimizə can sağlığı, uzun ömür, yaralarımıza Allah şəfa versin. Amin. Azərbaycan xalqı ortaya yeni sistem qoydu. Dünyaya yeni bir iqtisadi, siyasi, etnik və eyni zamanda İslam aləmində yeni bir çox ciddi
addımlarını atdı. Bunu yüksək qiymətləndirmək lazımdır və Azərbaycan cəmiyyəti ümidvaram ki, bunu bu pəncərədən baxıb və bu qələbəni sevindirəcək, qatılacaq və arxasında da duracaq. Təşəkkür edirəm. İcazə sizin fikriniz bizim üçün maraqlı idi. Qıraqdan bu qələbəmiz, bu müharibə necə görsənirdi? Biz təbii ki, həm Qarabağ problemini biz bu cür həll eləməkdən, öz iradəmizdən, gücümüzdən, hansı ki bilirsiniz ki, ATƏT-in Minsk qrupu, dünyanın üç nəhəng dövləti, Amerika, Fransa, Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk qrupu, bu 27 ildə bu məsələlərin heç bir nəticə, onların fəaliyyətində heç bir nəticə əldə olunmadı. BMT-nin bir neçə qətnaməsi havada qaldı. 1 milyona yaxın Azərbaycanlı öz yuvasından didərgin şəkildə yaşadı. Bir kənd belə onların diplomatik danışığının nəticəsində bir kəndimiz belə işğaldan azad olunmadı. Və bu gün Azərbaycan öz iradəsi hesabına, öz gücü hesabına BMT-nin qətnamələrinin icrasına nail oldu, ədaləti öz yerinə qoydu, hansı ki, həqiqətən Azərbaycan xalqı möhtəşəm bir iradə nümayiş elətdirdi. Ölkə başçısının rəhbərliyindən, əskərlərimizin, zabitlərimizin qəhrəmanlığı nəticəsində biz mümkünsüz görsənən məsələni mümkün olan elədik. Və biz yeni dünya, artıq bilirsiniz ki, dünyada dəngələr dəyişir, yeni bir dünya düzəni yaranır və Qarabağın biz işğaldan azad olunması bizə bu yeni dünya düzənində daha rahat manevr imkanı bizə verir. Məsələn, Naxçıvan dəhlizinin açılması, o Türk yolu deyirlər, məsələn, İpək yolunun aktiv hala gəlməsi, Transxəzər bu qaz layihələrinin, enerji layihələrinin önəmini bir daha artırır. Bax, siz, məsələn, müharibənin yaratdığı bu yeni nəticələri, gəlin birinci iqtisadi nəticələrini təhlil eləyək ki, Orta Asiya və Əfqanistan üzərindən Azərbaycanın yeri necə görsənir? Bilirsiniz, Şahin müəllim, deməli, bu müharibənin nəticələrinin qələbəni hesab edəndə, ya qələbəni aydınlaşdırmaq istəyəndə biz bir şey fikirləşməliyik ki, Azərbaycan xalqının Türk dünyasından bağlılığı 100 illik arzusu əmələ gəlib və nəticə olaraq biz ona nail olmuşuq. İkinci məsələ ki, bu bizim beynəlxalq aləmindəki Minsk qrupunun üzvləri və s. Tarixdə belə bir şey var ki, hər bir şeyin rəhmətli Əbülfəz Elçibəy demiş ki, zamana ehtiyacı var. Hər bir şeyin öz zamanı var. Təbii ki, bugün Allaha şükür ki, Azərbaycan gəncliyi və ölkənin siyasi rəhbəri, başda Ali Baş Komanda olmaq şərti ilə bugünkü siyasi situasiyanı düz analiz edədilər, çox doğru nəticələr çıxartdılar və cəmiyyət olaraq, xalq olaraq və siyasi rəhbərlik olaraq vətən uğrunda müharibədə düzgün nəticəni əldə elədilər. Mən bir şey də sizə istəyirəm ki, deyəm ki, Azərbaycan cəmiyyəti bilsin ki, biz maksimum almamışıq, biz çox almışıq, nəinki maksimumu. Bu birinci qələbəmizdir. İkinci məsələ ki, bu yol açılacaq inşallah. Təxmin edirəm ki, ən azı, əgər misal üçün biz rəqəmlə söyləsək, Azərbaycanın orta illik dövriyyəsi 20-35 milyard dollar civarında olacağı təqdirdə biz bura Orta Asiyanın qaz və neft kəmərləri qoşulacaq və Əfqanistanın bura qoşulması, gələcəkdə əminəm ki, İran da bura qoşulacaq Naxçıvan üzərindən və Türkiyə ilə bağlı Avropa çıxmağımızın sadəcə tranzit ölkə olaraq 120-160 milyard dollar biz mənfəət əldə edə bilərik. Bu birinci dünyada gedən iqtisadi inteqrasiya proseslərinə özümüzün coğrafi məkan olaraq töhfəmizdir. İkinci, bunu rasional siyasət yürütmək lazımdır və rasional siyasət bugün Azərbaycanın artıq bütöv, ciddi qələbə qazanmış Azərbaycanın çox ciddi şəkildə Orta Asiyanın əməkdaşlığı dərinləşdirməlidir, inteqrasiyasını böyütməlidir və sizin xatirinizdadır, ölkənin rəhbərliyi bir neçə Mərkəzi Asiya layihələri var. Misal üçün, Lazurit layihəsi orada iştirak edir, Böyük Afqanistan layihəsi var, orada iştirak edir və bizim də Əfqanistan xalqına, Əfqanistan dövlətinə həm dövlət olaraq köməyimiz var, həm də eyni zamanda da bizim onlarla həm dini, həm də etnik bağlılıqlarımız var. Hələ mən Orta Asiyanı nəzərə almıram. O, bizim Əfqanistanla bağlayacağımız bir koridordur. Və burada da bizim nəinki xam malın satışı, ixracatı, eyni zamanda texnologiya, eyni zamanda bilik, sistem biz oraya ixrac edə bilərik. Və bugünün özündə artıq
Yeni bu bölgədə, yeni düzənində Azərbaycan artıq bir nümunə ölkə kimi və texnoloji və sistem ixracatçı kimi orada tətbiq oluna bilər və biz onlardan çox küllü mənfəət əldə edə bilərik. Tək mənfəət maddiyyat deyil, hərçənd ki, yaşamaq üçün çox vacibdir. Biz inteqrasiya edəndə Mərkəzi Asiya, Böyük Əfqanistanda artıq mərkəzi rol oynayacaq, söz sahibi olacaq. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən. Yəni Əfqanistan bu müharibədə də bizi dəstəkləyən dövlətlərin içində idi. Mən bilirsiniz, bir neçə dəfə həm Amerikada bu yaxınlarda konfrans olub, orada iştirakımda, Kanadada, Kanadanın Xarici İşlər Nazirinin dəvətindən konfranslarda iştirak edəndə biz həmişə əks etdiririk ki, Qərb analitiklər sual verir ki, Əfqanistan 4 ölkədən biri Azərbaycanı dəstəklədi. Əfqanistanın nə marağı var Azərbaycanı dəstəkləyir? Yəni burada məqsəd nədir? Bir şey dediyim ki, Əfqanistanın dövlət olaraq ayaqda qalmağı, yaşamağı və ümumiyyətcə onun inkişafı birbaşa bugünkü dönəmində Azərbaycanla bağlıdır. Azərbaycan maddi cəhətdən imkanı var, oraya sərmayə qoysun. Azərbaycanın sülh mərhəmli qüvvələri Əfqanistanda iştirak edir NATO çərçivəsində, yəni Türk korpusunun içində. Bugün Azərbaycanın vasitəsilə Əfqanistanın bir neçə iqtisadi cəhətdən ixracat yönümlü Azərbaycan üzərindən gedir və Azərbaycan dövləti, ölkənin rəhbəri çox münbit şərait yaradıb Əfqanistana. Və yenə də təkrarlayım, Əfqanistanda heç vaxt unutmaq lazım deyil ki, Əfqanistanın bir böyük hissəsində türklər yaşayır, özbəklər yaşayır. Azərbaycanlı türklər də yaşayır. Nadir Şah vaxtında gedən çox böyük bir güc var orada. Mən sizə deyim ki, bugün Özbəkistanın, özbək xalqının latın əlifbasını yazan Əfqanistanda yaşayan Azərbaycanlıdır. O yaradıb. Və onun Səmərkənddə ev muzeyi var. Yəni, Azərbaycanlıların Əfqanistanda yaşamağı ziyalı kimi, iqtisadi cəhətdən bunların aktiv olması bizim onlarla daha yaxın, daha ciddi şəkildə inteqrasiya etmək üçün zəminimiz var. Milli zəminimiz var, dini zəminimiz var və Azərbaycan bundan ciddi şəkildə bu qlobal dünyada mənfəətini yüksək səviyyədə və doğru istiqamətdə istifadə etməlidir. Yəni, müharibənin belə deyək də, yaratdığı yeni iqtisadi münasibətlərdən ən böyük odur ki, Azərbaycan regionun böyük bir oyuncusuna çevrilir. Yəni, həm Böyük Əfqanistan layihəsində mühüm yer tuta bilir, həm Orta Asiyanın qapısıdır. Naxçıvandan birbaşa açılan Türk yolu bu yolu daha aktiv eləyəcək və Azərbaycan Orta Asiya münasibətlərində, Böyük Əfqanistan iqtisadi münasibətlərində çox önəmli bir yer tuta bilər. Bilirsiniz, Şahin müəllim, bir xahiş edeyim sizə. Ümumiyyətlə, dünyada gedən qlobal siyasətdə gedir qlobal iqtisadi inteqrasiya və təbii ki, bunun arxasınca siyasi inteqrasiya. Biz önəmli yox. Mən inandırım sizi ki, əgər Azərbaycan bugünkü siyasi rəhbərlik Orta Asiya ilə bağlı siyasəti daha dərinləşsə, biz mərkəzi oyunçu ola bilərik. Nəyə görə? Böyük Orta Doğu projesi, Böyük Əfqanistan layihəsi, Böyük Mərkəzi Asiya layihəsi, bunların hər üçü Azərbaycan üzərindən keçir. Biz bir üç layihənin iştirakçısıyıq. Biz həm üç layihənin dünyanın önəmli dövlətləri bu layihənin içindədir və Azərbaycan bunun kilit dövlətlərindən biridir. Mərkəz dövlətlərindən biridir. Tamamilə doğrudur. Misal üçün, bugün Özbəkistan 3 gün bundan qabaq Amerikanın strateji müttəfiqlik səviyyəsinə qalxdı münasibətlər. Siz təsəvvürünüzə gətirin ki, Özbəkistana bütün yük daşımalardan tutmuş nəqliyyat koridoru, hava koridoru Azərbaycan üzərindəndir. Təbii ki, bu ölkələrin, bu projelerin içində dünyanın, Avropanın iri aparıcı dövlətləri və Qərbin iri aparıcı. Kanadadan, Amerikadan tutmuş Avropa, Almaniya, Fransa və s. və bunlar tək ki, aparıcı dövlət həm siyasi, həm iqtisadi və eyni zamanda da beynəlxalq aləmində sülhü, barışı bu bölgəyə gətirəndir. Əgər Azərbaycan bu prosesi qabağına düşə bilsə, elə Azərbaycan simasında Mərkəzi Asiya, Böyük Əfqanistan layihəsində böyük bu barış siması, böyük aparıcı rol Türkiyə ilə bərabər bizim gücümüz və imkanımız var, ola bilək. Yəni, fikir var, bizim bu missiyanı əsasən dərk eləməyimiz çox vacibdir ki, biz bu missiyanı birinci özümüz dərk eləyək və bunun üçün Azərbaycanda köklü iqtisadi, siyasi islahatların getməsi lazımdır. Bunun üçün Azərbaycanda çox böyük universitetlərin qurulması lazımdır ki, biz həm də istəyir Cənubi Azərbaycan, istəyir Orta Asiya, istəyir Əfqanistanın burada təhsil almasına və təhsil şüaitlərini də
biz çox ciddi diqqət eləməliyik ki, biz o kadr bazasını Azərbaycanın Orta Asiya, Böyük Əfqanistan projesində və yaxud İranda önəmli söz sahibi olması üçün birinci o mənə gəlir ki, birinci kadr bazasını biz yaratmalıyıq. Düzdür, biz bunu çoxdan eləməliydik artıq, amma yenə də gec deyil. Çox belə böyük dünya səviyyəli bizim heç olmasa universitetlərimiz qurulmalıdır. İqtisadi münasibətlər doğru-dürüst tənzimlənməlidir. Qanunlarla, ədalətli məhkəmə sistemi sürətlə buna keçid eləməliyik. Yəni bu mütləq bizə vacibdir. Biz bəzən insanlarımızda belə bir düşüncə var. Məsələn, bu gün Qərbin, Avropanın ikili standartları, Azərbaycana münasibətdə ikili standartları biz biraz da rişxətdən, biraz da qəzəbdən, hanı Avropa demokratiyası, hanı Qərb demokratiyası. Bu yanaşma, məsələn, bu yanlışdır mənim düşüncəmə görə. Demokratiya, insan haqları, insan dəyərləri, bu ümumbəşəri dəyərdir. Bu Avropanın dəyəri deyil. Biz Avropadan qabaq qadına haqq hüquq vermişik. Bizim Peyğəmbərimiz, indi bu gün Fransada bu İslamofobiya böyük vüsədə, Macron deyək, elədiyi faşizmin Yahudilərə göstərdiyi münasibətlərdən heç nə ilə fərqlənmir. Amma əslində, məsələn, bizim Peyğəmbərimiz Həbəş qulu Bilalı qucaqlayıb deyəndə ki, Allah qarşısında biz bərabərik 6-cı əsrdə. Avropa ondan 12 əsr sonra, 13 əsr sonra insan hüquqları haqqında bəyannamə qəbul edir insan hüquqları haqqında. Fransa Əlcəzairdən qəfəsdə 1960-cı ildə bir Afrikalı deyək, Əlcəzairdən ya Afrikadan başqa güşələrindən uşaqlarına zənci uşaqlar hədiyyə gətirirdilər. 1960-cı ildə. 60-cı illərdə ağdan qaralar Amerikada bir avtobusa minmirdi. Yəni əslində bu Avropa dəyərləri bizim universal dəyərlərdir. Biz demokratik dəyərlərdir dediyimiz. Yəni bu Avropanın Qərbin malı deyil. Ona görə biz daha böyük olmağımız üçün, daha güclü olmağımız üçün qısaçılıqdan, kindən uzaq olmalıyıq və o demokratik dəyərlərə sürətlə inteqrasiya eləməliyik. Universitetlərimiz yaradılmalıdır mütləq ki, biz bu prosesin içində önəmli yer tutaq. Bununla bağlı sizin fikriniz mənə maraqlıdır. Çünki siz bu Avropada, Orta Asiyada, Əfqanistanda bu tədbirlərdə tez-tez bu sahə üzrə yazılarınızı həmişə izləyirik maraqdan. Deməli, hörmətli Şahin müəllim, bir neçə məsələ... Bizim məsələ bu sualı niyə biraz uzaq verdim, üzr istəyirəm. Yəni bizim orada bu Orta Asiya, Əfqanistan, bu yaxın şərq projelərində önəmli yer tutmağımız üçün bizim boşluqlarımız, hansı boşluqlarımız görünür? Biz nələrin yerini doldurmalıyıq sürətdən ki, biz yeni dünya düzənində özümüzün layiq olduğumuz yeri tutaq? Deməli, sizin suallarınız, yəni sizin o böyük həcmdə sualın çox böyük aspektləri var. Birinci aspekt, əgər biz danışsaq ki, bu institutların qurulması, təhlilləri, bu 44 gün müharibə göstərdi ki, ölkədə bütün ölkənin xarici siyasətini Ali Baş Komandan kimi ancaq cənab prezident yürüdür. Başqa institutlar demək olar ki, fəaliyyəti yoxdur, görünmür. Özünü doğrultmalıdır. Özünü doğrultmalıdır. Təbii ki, cənab prezidentin bununla bağlı inanıram ki, ölçü götürüləcək. Keçdi ikinci etapa ki, o ölçü götürmək bəs nəticə odur ki, kadr hazırlamağını təbii ki, çox gecikmişik, amma yenə gec deyil. Bizim millət əgər buradan bir kətçi gedir Rusiyada pul qazana bilirsə, deməli bu yumurtanın mayası var ki, bunun üstündə hesab açırlar. Bugünkü müharibə də göstərdi ki, bu millətin mayası var, kökü var, bu millətin iradəsi var ki, bu millətin üstündə hesab açılıb, millət qələbə çalıb. Yəni deməyim odur ki, bizim o potensialımız var. Təbii ki, düzgün doğrudur. Ölkə daxilində bu bölgədə nüfus sahibi olmaq üçün biz çox ciddi şəkildə o cümlədən də kadr islahatı, analitiklər, təhlilçilər, institutların yaradılması çox ciddi şəkildə başlamalıyıq. Keçdik o biri məsələlərə ki, ümumbəşəri dəyərləri. Mən sizə deyim ki, Qərbdə bizim cəmiyyəti həmişə biraz miraj yaradıblar ki, Qərb elə o qədər gözəldir ki, elə Qərb dedi bizim ağamızdır. Yəni, əksinə elə deyil. Misal üçün, cənab prezident bir neçə məsələləri qabartdı. Bəli, o müsahibə BBC Assange-la bağlı. Yəni, Qərbin özünün də çox-çox çatışmamazlıq var. Mən hesab edirəm ki, Azərbaycanın bugünkü bəzi siyasi, məhkəmə sistemi, iqtisadi islahatlar, strateji cəhətdən düşüncə qabiliyyətli insanları hakimiyyətə cəlb eləmək,
ən böyük çatışmamazlıq informasiya mübadilədə biz ancaq Azərbaycan məkanında qalmağımız, beynəlxalq aləyə çıxmamağımız, beynəlxalq ictimai və informasiya məkanlarının fəaliyyət göstərməməyimiz Azərbaycanın bu çatışmamazlığı göstərdi. Mən ümidvaram ki, Ali Baş Komandan bununla bağlı tədbir görüləcək və biz millət olaraq bu islahatları aparmalıyıq ki, mədəniyyət nümunəsi olaq, demokratiya, İslam qanunundan gələn demokratiya nümunəmizi müasir standartda necə Türkiyədəki kimi biz bugün orada nümunə olaq və eyni zamanda qərb aparıcı dəyərləri bu irqçilik, şuur altı irqçilik olmamalıdır. Qazaxstanda yaşayan, Afqanistanda yaşayan bizim gətirdiyimiz sistemi daha yaxşı qavrayacaq, daha tez qəbul edəcək. Nəinki misal üçün Los Angelesdən ya Londondan gələn bir John'um. Yəni bunu demək istəyirəm ki, biz hər iki dünyanın dəyərini bilirik. Optimalı, düzgünü biz tapacağıq və bizdən daha çox tez qəbul edəcəklər. Daha tez qavrayacaqlar ki, bizim orada nüfuzumuz artacaq və biz körpü rol oynaya bilərik. Qərb sivilizasiyanla Mərkəzi Asiya, Əfqanistan sivilizasiyasına körpü rol oynayarıq. Mən sizə bir söz deyim. Qərbdə çox ciddi şəkildə, misal üçün, müsəlman ölkələrinə gedən mütəxəssislərə dövlət təşkilatları, o cümlədən NATO sifariş verir. Sifarişin mahiyyəti nədir? Misal üçün, mən Özbəkistana daxil olmaq istəyirəm. Özbəkdə neçə milliyazlıqlar var? Onların məhəllədə ağsaqqalı kimdir? Kimlə dil tapmaq lazımdır? Yəni, bunlar bugünün özündə də onu çalışırlar öyrənək ki, məhəllədə ağsaqqalı var, qadınla rəftar necə olmalıdır, uşaqla rəftar necə olmalıdır. Hələ bu sistemi bunlar qavramırlar. Amma biz bilirik. Və onlar bugün bizdən, bizim rəyimizdən, bizim analizimizdən bunu öyrənmək istəyirlər. Demək istəyirəm ki, bu sistemi ki, həm müasirik, həm qərb yönümlüyük, yəni qərb yönümlü ölkənin milli marağını qərbə vermirik. Qərb yönümlüyük ki, yəni inkişafa doğru. Qərb bugün odur. Niyə? Texnologiya oradadır. Maliyyə sistemi oradadır. Müasir dünyanın bir hissəsi olmağa Azərbaycan həmişə müasir dünyanın bir hissəsi olmağa can atıb. Və bizim ona imkanımız var. Dünyasında ilk cümhuriyyəti quran respublikayıq. Bəli. Yəni biz yaxşı mənada yaxşı nümunə ola bilərik. Müsəlman Türk dünyası üçün yenə də yaxşı bir nümunəyik və Türkiyədən bizim bugünkü iki qardaş bir dövlət, bir millət, iki dövlət deyirik. Bu münasibətlərimiz, gözəl münasibətlərimiz, bircə qardaş kimi bu əməkdaşlığımız əlavə də gücümüzə güc qatır. Mütləq Şahin bəy. Yəni mən fikirləşirəm ki, bugün Allah bizə bir tarixi şans verib. Və əgər bu tarixi şansı biz nəticə olaraq əldə edə bilsək və ondan düzgün nəticələr çıxardıb irəli gedə bilsək, təbii ki, Azərbaycanın çox böyük nüfuz sahibi regionda, Qafqazda, Orta Asiyada və bu böyük qlobal qüvvələrin projelərində böyük bir nüfuz sahibi olmağa şansımız var. Bu şansı biz əslən qaçırmamalıyıq. Yəni əslində bizim məsələn bu şanlı ordumuz, əskərimiz tək Qarabağda bizim torpağımızı işğaldan azad eləmədi, yolumuzu təmizləmədi. Həm də yeni dünya düzəninə yolumuzu açdılar. Təbii ki, bilirsiniz Şahin müəllim, çox Azərbaycan içində biraz ona bir adi baxırlar ki, bu vətəndir, vətənin işğaldan azad eləmək lazımdır. İnandırım sizi, Azərbaycan ordusunun Şuşa əməliyyatına görə Qərbdə, o cümlədən ABŞ-da, Kanadada bugün bir çox adamların, Cənab Ali Baş Komandan demişkən, bir çox adamlar üçün, mərkəzlər üçün bir təhlil prinsipini çevirib. Yəni bu məharəti, bu qəhrəmanlığı, bu 1992-ci ildən başına vurulmuş, əzilmiş, mənəvi cəhətdən bu xalq necə dirçəlib? Nəyin hesabına dirçəlib? Hansı milli sistemlə bunlar tərbiyə olunub ki, bu iradəyə sahib olublar və hərbi taktikanı, hərbi elmini necə mənimsəyiblər ki, həm müasir, yəni 5-ci urovin, 5-ci səviyyəli müharibə sistemini Azərbaycan mənimsəyib. Bu unikal bir təcrübədir. Biz Azərbaycanlılar buna özümüz indi hərə bir fikrə gəlir, amma biz yüksək qiymət verməliyik. Niyə? Bizim düşmənimiz bizə yüksək qiymət verir. O cümlədən də Qərb artıq bizdən öyrənmək istəyir. Deməli, biz bəzi addımları atacağımız halda Mərkəzi Asiyada da bizdən öyrənəcəklər. Böyük Afqanistan layihədə də bizdən öyrənəcəklər. O cümlədən də Böyük Orta Doğu projesində. Yadınızdan çıxartmayın ki, bugün İraqın bir çox neft sənayesi, neft-qaz sənayesinin təməlini Azərbaycanlılar qoyub. Sovet vaxtından, bugünün müasir vaxtında da Azərbaycanlılar orada işləyirlər. Azərbaycan şirkətləri işləyirlər. Yəni demək istəyirəm ki, bizdə o potensial var. Həm ənənə var, həm o potensial var.
Bilirsiniz, bu doğrudan da məsələn xarici kəşfiyyat institutları üçün, təhlil mərkəzləri üçün Azərbaycan doğrudan bir möcüzə oldu. Həm iqtidar müxalifətin bir yumruq kimi birləşməsi, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinindən, milliyyətindən asılı olmayaraq hər kəsin bir vətəndaş kimi, yumruq kimi birləşməsi, yəni biz məsələn Qarabağın işğaldan azad olunmasında bütün millətlərin qan qardaşı deyirlər, hər kəsin qanı bir-birinə qatışdı. Yəni bütün şəhidlərimiz bizim üçün hamısı əzizdilər. Yəni doğrudan bu möhtəşəm bir tabloydu. Yəni millətindən, dinindən, dilindən asılı olmayaraq, yəni elə bil ki, hər kəsin bir anası var, Azərbaycan. Yəni o ana üçün, o şərəfimiz, ləyaqətimiz üçün bütün o millətlərin həqiqətən o qanları bir-birinə qaçışdılar. Bu vətən üçün yəni bir növ qan qardaşlığı deyək də. Bu doğrudan dünya üçün belə çox maraqlı idi. Məsələn, adi xaricdə yaşayan bizim siyasi mühacirlər, hansı ki, hökumətə qarşı, iqtidara qarşı çox sərt mövqe nümayiş etdirənlər, inandırım sizə bizim Xarici İşlər Nazirliyindən, diasporadan daha yaxşı işlədilər devlətimizin maraqlarını müdafiə istiqamətində. Aksiyalar keçirdilər, yazılar yazdılar. Yəni bilirsiniz Şahin müəllim, elə sözünüzə qüvvət bayaq deyəndə ki, Azərbaycanın bu universal vəziyyətini təhlil edirlər. Bu günə qədər qərb alimləri başlayıblar araşdırmağa ki, bu Azərbaycan xalqı millətin hansı xüsusiyyəti var ki, çətin gündə ayrı-ayrı millətlər hamı Azərbaycanla çiyin-çiyinə bir yerdə döyüşdülər. Azərbaycanda hansı millətin özünün sistemi var ki, ayrı-ayrı dinlər müharibədə döyüşdülər. Yəni Azərbaycanla bir yerdə oldular. Və eyni zamanda da təbii ki, bu çox böyük bir həm müsbət cəhətdən, həm də bir kurs olaraq Azərbaycan siyasi hakimiyyətinin bu yürüdülən milli və dini barışıq siyasəti bu nəticəni verdi. Və sonuncu da mən sizə demək istəyirəm ki, sizin sözünüzə əlavə, bugün Qərbdə mən bir neçə mərkəzini bilirəm, o cümlədən Ukraynada başlayıb artıq Azərbaycanın milli vətən şuur formalaşması metodologiyasını öyrənməyə ki, necə olub ki, millət bugünə gəlib. Yəni, orada da siz dediyiniz həmin müxalifət anlayışı ki, deməli, bu siyasi rəqiblik deyil, bu düşmənçilik deyil, bu milli köklə bağlıdır. Hansı milli kök o səbəbə gətirib çıxardıb ki, bu həyətin çətin günündə düşmənçilik də qoyublar qırağa ki, bu dövlətin, bu vətənin önündə olurlar. Önəmli faktor budur və bunu bugün mən sizə açıq deyim ki, bu gəlirlər, hərbi texnik örgənək, onu bir, yox, əsas milli geni örgəndirlər. Bu Azərbaycan xalqının genofondu nədir ki, bu çətin gündə bu millət bu sistemi yaratdı, qələbəni çaldı. Doğrudan o möhtəşəm idi, amma məsələn, bu son vaxtlar mən bəzən görürəm, o bizim o trollar var, o 5-ci kolonun trolları, bizim o milli birlikdən çox narahat olurlar. Görürsən ki, yenidən o münasibətləri kəskinləşdirmək üçün, iqtidar müxalifət müstəvisini kəskinləşdirmək üçün çox təəssüf ki, görürsən yenə o trollar sosial şəbəkələrdə falan da yenə boy göstərməyə başlayıblar. Hansı ki, bu gün bizim hələ şəhidlərimiz var. Yəni, istəyir müxalifət partiyalarının, istəyir iqtidar düşərgəsinin, hələ şəhidlərini, hər kəsin daha heç şəhidlərini hələ dəfn edib qurtarmayıblar. Yəni, görürsən ki, o 5-ci kolonun trolları çox təəssüf ki, yenə fəallaşmaqdadırlar ki, o milli birlik görünür kimlərsə narahat edir. Həm o necə ki, öyrənənlər olan kimi, ondan bir nümunə kimi, həm də parçalanmanı dərinləşdirmək istəyən, yenidən ziddiyyətlər yaratmayan çox təəssüf ki, o mərkəzlərdə var. Qələbəni aşağılamaq istəyirlər. Füzuli bəy, siz bu müharibədən sonra yaranan, indiki siyasi şərtləri necə görürsünüz? Bilirsiniz Şahin bəy, bölgədə, coğrafiyada. Təbii ki, bir çox şeylər dəyişib. Məsələn, təbii, bax, məsələn, bugün Rusiya, Türkiyə, burada sülh məramı kimi Rusiyanın Qarabağda olması, Türkiyənin müşahidəçi statusda iştirakı falan və təbii ki, bu bugün Türkiyə, Rusiya, məsələn, Azərbaycan az-az dövlətlərdən biridir ki, həm Rusiyadan çox normal münasibətlərini qoruyub saxlaya bilib, həm Türkiyədən bir qardaşlıq çox, həm də dünyada nümunə olacaq bir strateji əməkdaşlıq var. Və Azərbaycan Rusiyadan da Türkiyənin o samolyot təyyarə krizində təbii ki, çözənlərdən biri Nazarbayevdən Azərbaycan ölkə başçısı oldu. Rusiyadan Türkiyə münasibətlərində mühüm rol oynadı.
əməkdaşlığın yaxınlaşmağıdır. Bu gün təbii ki, biz arzuladığımız coğrafiyamızın əməkdaşlıq coğrafiyası olmasıdır. Təbii ki, bəzi qüvvələr var ki, Rusiya, Türkiyə belə biz bir növ ziddiyyət yaratmaq, qarşıdurma mərkəzinə çevirməyə də çalışan qüvvələr var və ATƏT Minsk qrupunun, məsələn, Amerikanın, Fransanın o kontekstdə istəyirəm təhlil edəsiniz. Amerikanın və Fransanın kənarda qalması bu sülh atəşkəsin prosesində, Türkiyənin regiona daxil olması, bu kontekstdə istəyirəm ki, və biz gələcək regionun ziddiyyətlər, qarşıdurmalar mərkəzi kimi yox, tərəfdaşlıq mərkəzi kimi olmasında da bizim ata biləcəyimiz addımlar, bu kontekstdə bilirsiniz, Şahin müəllim, burada bir məsələ var ki, bugünə qədər, yəni axırıncı 8-10 il ölkənin siyasi rəhbəri çox yüksək səviyyədə dünyaya qanuna uyğun siyasət yürüdür. Nədən ibarətdir o? Ticarət, iqtisadi əməkdaşlıq həmişə barış gətirir. Və bugün Azərbaycanın Rusiya ilə çox ciddi şəkildə iqtisadi münasibətlər, Rusiyada bizim Azərbaycanlarımızın böyük bir əksəriyyəti orada işləməyi, yaşamağı, onun özü də bir böyük faktordur. Millət olaraq təbliğatımızdır. Və eyni zamanda bizim Türkiyə qan qardaşımız, din qardaşımızla bizim artıq, yəni bu heç əməkdaşlıq da deyil, qardaşlığımız. Və bugün bizim misal üçün 3-cü qonşumuz İran. Demək istəyirəm ki, Qərbin Azərbaycanda, Qərbin bölgədə istəkləri və ümumiyyətcə maraqları öncədən region ölkələri özləri öz arasında bunu həll eləməlidir. Və bugün çox yüksək səviyyədə qiymətləndirirəm ki, Rusiyanın siyasi rəhbərliyi praqmatik siyasət yürüdüb və həqiqəti dilə gətirib və bərpa edib ki, bölgəyə barış, qonşular gətirməlidir. Türkiyə, Rusiya, Azərbaycan, ümidvaram ki, inşallah da İran aktiv bu işə qoşulacaq. Bu bizim yolumuz fəaliyyətə başlayanda. Təbii ki, ondan sonra bu maraqlar, bu bölgələrin birinci, bu bölgə ölkələrin maraqları üst-üstə düşəndən sonra vahid cəbhədə də olmasa, ayrı-ayrı siyasi və hərbi qütblər olmağına baxmayaraq, ancaq əməkdaşlıq hesabına burada sülhə, barışa nail ola bilər. Hansı bir ölkənin burada aqressiv siyasət yürütmək istəyəcəyi təqdirdə bu 4 ölkə, region ölkə balanslaşdırmış siyasət hesabına əməkdaşlıq, o barışı saxlaya bilərlər. Yəni tektonik kənar müdaxilənin, böyük dövlətin müdaxilənin qarşısına ala bilərlər. Və bunlar bu funksiyanı burada yetirən, misal üçün qonşumuz haqqında deyə bilərəm, bunun onlar qarşısına alacaqlar, imkan verməyəcək. Niyə? Kənar qüvvələrin burada forpostu olub, qonşularla barış içində yaşamayanın o 4 qonşu hərənin özünə uyğun təsir səviyyəsi var. O prosesin qabağını ala biləcək. Və Azərbaycan yenə təkrarlayıram ki, bizim bugün Şimali Qafqazla, Cənubi Azərbaycanla, yəni İran dövlətinin ərazisində, Türkiyənin özündən və bayaq da təkrarladığım kimi Mərkəzi Asiyanın Azərbaycan çox ciddi şəkildə Asiya ölkələri kimi sıçrayış eləməlidir. Və bugün o yük, kadr islahatı, institut idarəetmə islahatı düşür yük prezidentin boynuna. Yəni bu prezident, millətin bundan gözləməsi çoxdur. Və sizə inandırım ki, Azərbaycan sonuncu 100 ildən sonra yenə tarixi şans əldə edib. Kənardan Azərbaycanla daha çox maraqlananlar var. Kənardan Azərbaycanın nüfuzuna, önəminə, onun səviyyəsinə, qabiliyyətinə və tutacaq siyasi yerinə daha çox önəm verirlər. Nəinki Azərbaycanda. O ki, qaldı 5-ci kolon və trollarla bağlı. Mən ümidvaram ki, Azərbaycan cəmiyyəti necə ki, birləşib, bütövləşib qələbə qazanıb, onlar da zaman-zaman gedəcək. Bu, milli birlikdən gedir. Təbii ki, ölkənin rəhbəri milli birlik siyasəti yürüdür və ümidvaram ki, bunun davamı olacaq və köklü islahat olacaq. Təbii ki, bu islahat həm də siyasi islahat olacaq və xarici qüvvələr ki, belə deyək də, xarici ölkələrdə yerləşirlər. Bunların məqsədləri və mərəmməmələri ondan ibarətdir ki, milli münaqişəmizi Azərbaycanda salsın, Azərbaycanı zəiflətsin. Azərbaycanın bugün şəhidlərin hesabına, ölkənin rəhbərinin duruş hesabına bizim qələbəmizi nüfuzdan salsın, heç eləsin və eyni zamanda da Azərbaycanın gələcək potensialını qabağına alsın. Bununla bağlı həm millət olaraq, həm də ölkənin şükür Allah, yəni hüquq mühafizə orqanları çox ciddi şəkildə islahat aparmalıdır. Bununla bağlı təhqiqat aparmalıdır və ədalətli
ədalətdir. Bunun haqqında ölçü götürülməlidir. Və bu şəffaf olmalıdır. Cəmiyyət bilməlidir ki, bu cəmiyyətin milliyyətindən, dinindən asılı olmayaraq bu ölkənin vətəndaşı kimdir və bu ölkəni dağıtmaq, ölkənin nüfuzdan salmaq, ölkənin... Kimlərin sənədə vasitəçi olaraq milli birliyimizə kölgə salmağa heç cürə bir imkan vermək olmaz və dövlət o zaman güclü olur ki, güc və ədalət onu bir tərəzidə, bərabər tərəzidə saxlaya bilsin. Güclü olmaq da gözəldir, ədalətli olmaq ondan da gözəldir. Yəni, Azərbaycan inşallah yeni dünya düzərinə uyğun biz gözləyirik ki, bu işlər qurulsun. Fikir bəy, bir dənə də elə soruşum sizdən. Kanadada bizim diasporanın vəziyyət necədir? Azərbaycanlılar bax, bu 44 günlük müharibədə Kanadada necə fəaliyyət göstərdilər, qələbəmizi necə izlədilər? Bu gün orada Azərbaycanlıların münasibəti, birliyi. Mən bununla bağlı Şahin müəllim bir neçə məsələ deyim. Həm Kanadada, həm də Amerikada, yəni mən yaşadığım şəhərdən Vaşinqtona 3 saat yoldur. Yəni imkanım olur, tez-tez Vaşinqtonda olum. Mən sizə deyim ki, bu 44 gün içində maalesef Azərbaycanın diplomatik nümayəndəliyin fəaliyyəti ya çox zəif olub, ya da effektiv olmuyor. Amma çox gözəl bir nəticə əldə edib ki, Azərbaycanda bölgəsindən, dinindən, millətindən asılı olmayaraq, millət olaraq bu 44 gün müharibə içində bunlar sıçrayış şəkildə birləşdilər. Mitinqlər keçirdilər, yürüyüşlər keçirdilər. Vancouverdə bizim tələbələr çox az saydadır, amma var. Bunlar bir yürüyüş keçirdilər, dövlət icazə verdi. Əfsuslar olsun ki, yenə erməni terroristlər, erməni daşnaqlar bizimkilərin bir neçəsinə hücum elədilər. Çox şükürlər olsun ki, bizim Kanadada yaşayan, Azərbaycandan gedən çox ziyalı var. Məktəb, özəl məktəb sahibi var, biznes nüfuzlu insanlar var və bunun Kanada ölkəsinə vergi ödəyici olduğuna görə haqları da çatır ki, qanunu tələb eləməyə. Və bizim tələbələrə, bizim diasporaya qarşı bu yürüyüşdə ki, haqsız, ədalətsiz addımlar atılan kimi ölkə rəhbərliyinə qədər bunun haqqında ciddi ölçülər götürüldü və biz Azərbaycanı, Azərbaycançılığı və eyni zamanda Azərbaycan diasporunu qorumağa nail olduq. Amma bundan o yana bir məsələ var ki, bu vəziyyətdən diplomatik nümayəndəlik, ölkə siyasi rəhbərlik, bu birlikdən bugün istifadə edib bu plazlarında, bu bazada irəli getməyə imkanımız var. Bunun dağıtmaq, bunu parçalamaq gərək biz imkan vermək. Burada da birinci önəmli yük düşür diaspora komitəmizə, diplomatik nümayəndələrimizə. Sizdən əməkdaşlığı nə səviyyədədir bizim diplomatik korpusun, diasporanın? Bilirsiniz, çox ciddi şəkildə də nə ilgilənirlər, nə maraqlanırlar. Ümumiyyətcə, diplomatik nümayəndəlikdən misal üçün özümü deyirəm, bizim ailəmizə heç kim soruşmur. Siz varsınız ya yox. Amma Vancouver şəhərin, misal üçün, meri ayda bir dəfə milli bayram keçirdir. Yəni, o nə deməkdir? Orada yaşayan millətlər barış içində yaşamalıdır. Hər bir millət milli mətbəxini hazırlayır. Hər bir millət öz musiqisini, öz sinemasını bunu təqdim eləyir və bununla bağlı, misal üçün, biz Azərbaycanlar bu tədbirləri keçirdirik. Mən hələ eşitməmişəm ki, bizim diplomatik nümayəndəmiz Vancouverdə gəlsin, bu işlərlə maraqlansın, bu işlərə dəstək dursun, kömək eləsin. Yəni, belə deyək də, bugün millətin hesabına millət birləşdi. Yəni, Amerikada, Kanadada, yəni bu müharibə müddətində biz o aktivliyi gördük ki, orada yaşayan bizim həmvətənlərimiz çox aktiv. Yəni o şəxsi təşəbbüsdən olaraq, milli ruhdan olaraq çox təəssüf ki, buradakı Bakıda olduğu kimi bir çox məmurlar, bir çox korpuslar, o sinifdə qaldığı kimi xaricdəki diplomatik korpuslarımızda çox əksəriyyəti işin ötəsində yaxşı gələnmədi. Üzr istəyirəm Şahin müəllim, sözünüzə xahiş bir şey də deyim ki, bizim oradakı ziyalılarımızı, alimlərimizi, biznesmenlərimizi Kanada, Amerika daha yaxşı tanıyır, nəinki bizim səfirliyimiz. Çox təəssüf. Yəni, ümumiyyətlə, bu Xarici İşlər Nazirliyində də mənə elə gəlir ki, çox ciddi dəyişikliklər eləmək vaxtıdır. Yəni, hansısa korrupsioner, hansısa vəzifədən çıxmış, vurulmuş adamların bu səfir göndərilməsi məsələsində də yəqin ki, baxmaq lazımdır, diplomatik korpusu sağlamlaşdırmaq lazımdır. Və biz verilişimizin axırına da yaxınlaşırıq. Bax, bu bir şey bizə maraqlıdır. 1 milyon bizim qaçqınımız oldu. Bizim
yurt yuvasından dərgin düşənlər. Bu günləri işğaldan azad olunmuş torpaqlarımızda görürük ki, bizim oradakı müqəddəs ziyarətgahlarımıza hansı dağıdılıb, donuz saxlanılıb, təhqir olunub, ibadətgahlar hamısı dağıdılıb, qəbristanlıqlar dağıdılıb. Yəni siz yəqin ki izləyirsiniz. Yəni şəhərlər yoxa çıxıb. Yəni faktiki İlham Əliyev dedi Füzulidə bir salamat bina tapanmadı ki, bayraq sancaq. Deməli buna dünya səsi çıxmayan dünya, 1 milyon qaçqınının 27 ildə taleyindən maraqlanmayan dünya o müqəddəs ziyarətgahlardakı hansı ki dağıdılıb, donuz saxlanılıb, hansı ki ATƏT-in Minsk qrupunun həmsədrləri güya monitorinq edirdilər, tez-tez gedirdilər bu bölgəyə. Heç şübhəsiz ki, o görməli idilər, o müqəddəs ziyarətgahlara baş çəkməlidirlər. Yəni, amma indi bu günləri güya Fransa erməni dini abidələrindən güya narahat olur, dəfələrlə müraciət edir, həm ölkə başçısına, beynəlxalq aləmə nəzarət qorunmalıdır falan. Yəni, siz bu həqiqətən böyük bir, ümumiyyətlə bu Fransanın son devirlər özünün davranışları faşizmin şartlarıdır. Doğrudan faşizmin müsəlmanlara qarşı, müsəlman mədəniyyətinə qarşı olan münasibətləri çox üzücüdür. Yəni, bu heç bir normal dövlət əxlaqına sığınmayan bir münasibət sərgiləyirlər. Və bu günləri ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın deyək, bu ikili siyasəti, hansı ki Azərbaycan dünyada həqiqətən tolerant bir dövlət kimi bəlkə də nədə irad bildirsək də bu barədə heç bir irad bildirilənməz. Əslində buradakı bütün abidələr, dini abidələr, hansı ki çox Alban bilirsiniz ki, Alban məbədləridir. Bunlar ümumiyyətlə istəyir kilsələr, istəyir məscidlər, ölkə başçısı Ağdamda çıxışında da dedi ki, o bizim mədəni irsimizdir. Bunu heç şübhəsiz ki, Azərbaycan qoruyacaq və Azərbaycanda dini dözümsüzlük anlayışı yoxdur. Azərbaycanda heç ermənilər də zaten bu Qarabağ separatçılıq fəaliyyətinə başlayanda onlar milli kimliyinə ya dini inancına qarşı Azərbaycan tərəfindən dözümsüzlük olduğuna görə bu separatçılıq hərəkətinə başlamayıblar. Yəni onlar sadəcə olaraq Ermənistana birləşmək istəyirdilər. Bəlkə də Dağlıq Qarabağda ən yaxşı statusda Azərbaycanda yaşayan ermənilər olub. Bax, bu təbii ki, bizim millətdə çox belə ikili suallar yaradır. Bax, bu Avropa, məsələn, siz bax, bu Kanadada Avropanın bu münasibətdə sistemi, Qərbin bu münasibətdə sistemi necə göstərir? Yəni, bizdən baxanda bu həqiqətən ədalətsiz mövqe, iki üzdülük, riyakarlıq görsənir. Bax, siz o Kanadada yaşayan adam, şəxs kimi orada necə görsənir? Onların özləri bu işə necə qiymət verirlər? Yəni, bir diaspora, erməni diasporanın fəaliyyəti altında bir dövlət necə siyasətini yürüdə bilər? Beynəlxalq hüquq hara qoyulur? İndiyənə qədər bax, bu 1 milyon insanın taleyinə biganə qal, bu şəhərlərin dağıdılmasına, məscidlərin dağıdılmasına biganə qal. İndi olmayan bir problemdən söhbət gedir. Artıq onu olmayan bir problemi dünyanın gündəminə gətirirlər. Yəni, nə məscid dağılıb, nə keşişə buradan dur, orada otur deyilib. Heç nə bir şey yoxdur. Olmayan bir problemi artıq növbəti bir az qala erməni, Azərbaycanlıların bir şeyi kimi ermənilərə qarşı hücumu, güya hansısa kilsə, yəni heç bir faktdan getmir. Olmayan bir problemi bu boyda ölkələrin rəhbərləri güya narahat olurlar, bildirirlər. Bax, bu necə görsənir sizdən? Bilirsiniz, Şahin müəllim, bizdən çox ikiyüzlülük görsənir. Bir şey sizə deyim ki, birinci sizin sualınıza cavab olaraq bir şey deyim ki, Cənab Prezident çox düzgün dedi ki, bugün dünyada gücdür. Güc hər şey həll edir. Bu birinci. Azərbaycan qalxan ulduzdur. Azərbaycan güclənən bir dövlətdir. Təbii ki, heç kim Azərbaycanı bu günə, yəni bu səviyyəyə gəlmək istəməz. İkinci, çox düzgün buyurulub Cənab Erdoğan deyib ki, İslamofob dünyadır, İslama qarşıdır. Bunu nəzər almalısınız. Üçüncü məsələ odur ki, nəzər almalısınız bu regionda ermənilər Fransanın siyasətini yürüdüblər, 5-ci kolon olub. Baxmayaraq ki, indi cəmiyyətdə, ictimaiyyətdə elə bir fikir var ki, bunun idarəçiliyi Rusiya eləyir. Amma bugün Rusiya, Azərbaycan, Türkiyə regionda sülhü, barışı gətirirlərsə, deməli bu Fransa maraqlarına cavab vermir. Və Rusiyada, başqa ölkələrdə erməni-pərəst 5-ci kolonların maraqlarına cavab vermir. Onunla bağlı təbii ki, biz gücləndikcə bizi vuran çox olacaq.
O ki qaldı Kanada. Kanadanın siz bilirsiniz Quebec bölgəsi var. Frankofondur. Orada fransız dillilər və Fransada köçənlərdir. Və bugün Suriyadan, Livandan, başqa yerdən ermənilər köçüb əsas orada yerləşirlər. Və Kanada dövləti təbii ki, bu pozisyonda ədalətsiz pozisyon tutmadı və Azərbaycanın əleyhinə də bəzi bəyanatlar verdi, erməniləri dəstək verdi. Mən sizə inandırım ki, biz nə qədər də ciddi şəkildə güclənəcəksə, bir o qədər düşmənlərimiz çox olacaq. Amma buna duruş gətirmək üçün ölkə rəhbəri ciddi şəkildə diplomatik, informasiya, kadr, düşünən beyin islahatları ciddi şəkildə aparmalıdır. Demokratik islahatlara ciddi dəstək verməliyik ki, mütləq. Əks təqdirdə Azərbaycana imkan verməyəcəklər ayaqda qalmağa. Küçədə keçdiyimizə görə bizə damğa vuracaqlar. Bunu biz bilməliyik və özümüzü aldatmamalıyıq. Orada heç kim bizi gözləmir. Heç kim bizi sevmir. Nəyə görə? Biz güclənirik. Biz kiminsə maraqlarını artıq öz maraqlarımız kimi hesab edəcəyik və öz maraqlarımızı özümüzə qaytarırıq. Artıq söz sahibi oluruq, nüfuz sahibi oluruq. Bizlə hesablaşmalılar. Əgər bizlə heç vaxt hesablaşmırlar, indi bizim maraqlarımızla hesablaşmalıdır. Təbii ki, bizim düşmənlərimiz çox olacaq. Nə qədər milli birlik, nə qədər strateji cəhətdən düşüncə qabiliyyətimiz var, ölkə içində iqtisadi, siyasi islahatlar, demokratik islahatlar apara biliriksə, təbii ki, hərbi və hüquq mühafizə islahatları güclənirsə, 1-ə 5 düşmənlərimiz artıracaq. Biz ona hazır olmalıyıq. Bu dünyada heç kim heç kimə günəş altında yer vermir. Gərək özün qazanasan onu. Haqqını, hüququnu, dinini, milli kökünü gərək isbat eləyəsən. Başqa yolu yoxdur. Yəni yeni dünya düzənində həm də özümüzə çəki düzən verməliyik. Yəni Azərbaycan nə əvvəlki Azərbaycan deyil. Bəli. Ona görə də idarəçiliyimizdə, demokratik prinsiplərimizdə bir çox məsələlərdə özümüzə düzən verməliyik və yeni dünyanın yeni oyuncusu olduğumuzu birinci özümüz dərk eləməliyik. Bizim bir problemimiz var. Bəzən düşmən bizi özümüzdən daha yaxşı tanıyır. Özümüz öz gücümüzü, öz regionda yerləşirik, hansı regionda yerləşirik, hansı statusumuz var, tarixi missiyamızı bəzən özümüz daha kiçik hisslərdən yaşayırıq və külli miqdarda pul ayırırlar bizi araşdırmaq üçün. Biz bunu hesablaşmalıyıq. Ona görə düşmən bəzən bizi bizdən daha yaxşı tanıyır. Ən birinci yolumuz da özümüzü tanımaqdan keçir. Ancaq. Rəhbər, təşəkkür edirik gəldiyinizə görə. Minnətdarım. Və həmişə Azərbaycanın marağını qoruduğunuza görə böyük biz sizi ardıcıl izləyirik, təhlillərinizə görə, xaricdə bir Azərbaycan nümunəsi yaratdığınıza görə sizə təşəkkür edirik. Can sağlığı arzulayırıq. Sağ olun verilişimizdə iştirak etdiyinizə görə. Hörmətli tamaşaçılar, bugünkü verilişimizi də sonlandırırıq. İzlədiyinizə görə təşəkkür edirik və xahiş edirik ki, bizi bəyənin, paylaşın ki, səsimiz daha çox adamlara çatsın. Növbəti buraxılışımız saat 5-də biz yenidən sizdən görüşəcəyik. Sağ olun, təşəkkür edirik. Sağ olun. Qarabağ Azərbaycandır.